Şamaxı rayon sakini 37 yaşlı Fatimə Hüseynova bir neçə ildir ki, sevdiyi sənət növü ilə məşğul olaraq həm asudə vaxtını səmərəli keçirir, həm də ailəsinin maddi rifahına töhfə verir. Fatimə xanım regionlarda özünə məşğulluq fəaliyyəti ilə uğur qazanan zəhmətkeş qadınlardan biridir. Onun rəngbərəng parçalardan, muncuqlardan və saplardan toxuduğu gəlinciklər sadəcə oyuncaq deyil, həm də uşaqlıq xatirələrinin canlanmış formasıdır. Fatimə xanım bu sənəti gətirən yol illər öncədən dərzi olan anasının əl işlərinə baxaraq öyrənməklə başlayıb. İlk vaxtlar ev şəraitində məhdud imkanlarla kiçik kuklalar tikməyə başlayan sənətkarın ən böyük stimulu isə həyat yoldaşının ona göstərdiyi mənəvi dəstək olub. Fatimə xanım hesab edir ki, bu iş yalnız keyfiyyətli əl işi ilə bitmir. Xaricdən gələn kuklalar, fabrikdə hazırlanan kuklalardan fərqi bunların odur ki, əl işidir, ən əsas əl işidir, zəhmətlə, göz nuru ilə hazırlanır. Həm də uşaqlar üçün də yumşaq oyuncaqlardır. Böyüklərin də həvəsi, marağı olur bu cür kuklalara. Suvenir kimi milli kuklalara da əsasən üstünlük verilir. Bu kuklalarla ümumiyyətlə məşğul olmaq rəssamlıq da tələb eləyir, dizayn, rəng seçimləri, yəni təkcə tikişlə deyil, zövq tələb eləyən bir işdir. Həm də elə bir rənglər seçməlisən ki, uşaqları da, yəni xoş olsun o uşaqlara da. Əvvəllər əl işlərini yalnız sosial şəbəkələr vasitəsilə satmağa çalışan sənətkar üçün abad yeni qapılar açıb. Bu platforma ona məhsullarını geniş bazara çıxarmaq, brendini tanıtmaq və sabit gəlir əldə etmək imkanı yaradıb. Bir neçə ildir ki, bu işlə məşğul oluram, lakin bir ilə yaxındır ki, Şamaxı Yaradıcılıq Mərkəzinin üzvüyəm. Hazırladığımız əl işləri abad vasitəsilə satışa çıxarılır. Şamaxı Yaradıcılıq Mərkəzinə üzv olandan, abada qoşulandan satışlarımız daha çox artıb və daha yaxşı qazanc əldə edirik. Fatimə xanım üçün kukla tikmək həm ailə büdcəsinə ciddi dəstək, həm də onu mənən qidalandıran bir peşədir. Şamaxının sakit bir güşəsində yaranan bu rəngarəng oyuncaqlar bir həqiqəti sübut edir. İnsan sevdiyi işlə məşğul olanda və əl əməyinə dəyər veriləndə uğur da onunla olur.